Salamlar hər kəsə. Bu gün maraqlı mövzuyla qarşınızdayım. Xüsusilə biraz motivasiyadan düşübsünüzsə, düşünürəm ki, bu sizi çox motivasiya edəcək. Demək, baxın, belə bir sxem çəkmişəm, düzdür, biraz qarışıq, amma indi sizə başa salacağım. Yaradan bizim vasitəmizlə ümumiyyətlə insanlara fayda verir. Yəni ki, adi, məsələn, siz gördüyünüz bir işdə düşünsəz ki, az insana fayda verirəm və biraz motivasiyanız düşürsə, elə etməyin. Çünki sizin vasitənizlə başqa insana bir fayda gəlir. Yəni yaradan istəyir ki, siz müəyyən bir işinizlə başqasına fayda verəsiniz. Yəni bu dünya əslində onun üzərinə qurulub ki, biz bir-birimizə fayda verək. Və məsələn bir insan bir insana fayda verir. Yəni bu dairələr biraz daha fayda verən hissədir. Ona görə bunu dairə şəklində çəkmişəm. Bu nöqtələr isə fayda alan tərəfdir. Və baxın, siz burada görürsünüz ki, məsələn, biraz daha böyük dairələr var. Məsələn, bu dairədə 3 nəfərə fayda verir bu insan və biraz fərqli dairədə daha böyükdür. Bu daha böyük kütləyə fayda verməyə yönəlimlidir. Və baxın, siz zamanla, məsələn, öz əlinizdə işləyirsiniz və daha az kütləyə fayda verməyə başlayırsınız. Amma zamanla artıq siz getdikcə həm öz əlinizdə işlədiyiniz üçün, həm də ki, zaman keçdikcə müəyyən bir təcrübələr qazandığınız üçün artıq böyüməyə başlayırsın insanlara verə biləcəyiniz faydalar. Artıq getdikcə böyüyür və daha çox kütləyə siz fayda verməyə başlayırsınız. Ona görə əgər bir iş görsünüzsə və düşünsəz ki, bu az insana fayda verir, o qədər önəmli deyil, elə düşünməyin. Çünki yaradan hamıya, yəni fərqi yoxdur, bir nəfərə fayda verirsiniz, yoxsa çox adama fayda verirsiniz. Əsas odur ki, sizin faydanız dəyər və bu böyük bir sxemdir əslində. Sizin verdiyiniz fayda vasitəsilə artıq böyük bir sxem yaranır ki, ən kiçik dairə belə böyük sxemin yaranmasında böyük bir rolu var. Əgər bu dairə öz fəaliyyətini göstərməsə, buradakı insan fayda ala bilməz. Artıq onun alacağı fayda itər ortadan. Ona görə də fikir versəniz, həyatda bütün insanlar hər cürə, məsələn, işləyən insan var öz qaydalarla və fikir versəniz, hamının deyilə Allah ruzisini yetirsin. Yaradan hamıya lazımı qədər verir, ruzidir, verəcəyi fayda qədərini hamıya verir. Yəni özünüzü düşünməyin ki, az fayda verirəm ya çox fayda verirəm. Çünki bu dünyanın məqsədi odur ki, biz bir-birimizə fayda verək və axırda onsuz biz yaradana qayıdırıq və orada artıq bizim nə qədər faydalı olmağımız, yəni bu dairələrlə ölçülmür. Əsas odur ki, biz dayanmadan irəli getsək, biz artıq bu dairədən də təbii ki, böyüyə bilərik. Ona görə də gördüyünüz işlərdə daima onu düşünün ki, insanlara fayda verirsiniz, ən cüzi bir şeyinizlə. Əsas niyyət əslində. Niyyətiniz düzdürsə, bir insana fayda versəniz belə, o çox böyük bir şeydir. O insan sizin sayənizdə həyatda gözəl bir şeylər qazana bilər. Ona görə baxın. Sonra bir də maraqlı bir şey var ki, məsələn, burada siz fayda verənsiniz. Sonra elə olur ki, siz fayda alan tərəfə çevrilirsiniz. Məsələn, çox böyük kütləyə faydanız var, amma elə olur ki, zaman elə gəlir ki, sizin məsələn bu balaca kütləyə faydası dəyən insandan fayda almalı olursunuz. Yəni ona görə də düşünməyin ki, mənim əziyyət çəkdiyim müəyyən bir işlər az faydalıdır, çox faydalıdır. Onun yaradan qatında onun bir fərqi yoxdur. Siz az fayda verirsiniz, çox fayda verirsiniz. Əsas odur ki, daxildə niyyətiniz təmiz olsun və daim üzərinizdə işləyərsiniz. Ona görə də bu əslində çox vacib bir mövzudur ki, hər məsələn gördüyünüz işdə motivasiyadan düşəndə bu sözlərimi yadınıza salın və mən də özüm də təbii ki də çəkirəm bu videoları, özüm təbii ki insanıq, nəsə həyatda baş verəndə yadıma salıram və davam edirəm yoluma. Belə. Yəni ki, əslində yaradana yaxın olduğumuz andan etibarən və düşünəndə ki, bu dünya əslində keçici bir yerdir. Sadəcə burada nə qədər niyyətimiz təmiz olsa, o qədər rahat irəliyə bilərik. Və əslində gələn videonun mövzusu da yaradanı hər işimizdə önə qoymaqdır. Bunun haqqında danışacağım. Amma belə sizə bir motivasiya olacaq bir video oldu deyəsəm. Yəni bir sözlə bizim həyatda əsas yolumuza irələməyimiz üçün vacib olan şükranlıqdır. Sonra biraz səbirdir ki, hər məsələn bizim beynimizə təbii ki də görədir bu bəzi şeylər xoşlamadığımız kimi gedəndə düşünür ki, yəni alınmadı bir şeylər. Elə deyil. Yaradan qatında hər şey lazımlı dərəcədə qurulub və düzəndədir.
Yəni Allah bilir kimə nəyi verməlidir, kimi hansı yolla aparmalıdır. Sadəcə biz şükür edərək, Yaradana yaxın olaraq, niyyətimizi təmiz tutaraq öz yolumuzda daha rahat irəliləyə bilərik və daha da irəlilərə gedə bilərik. Belə. Yəni məsələn, əgər əlinizdə bir indi gördüyünüz iş varsa, fərqi yoxdur nə işlə məşğul olursunuz, yenə deyirəm. Onu şükranlıqla, sevgi ilə etsəniz, verəcəyiniz fayda belə çoxalır. Mən əslində belə bir cümlədə eşitmişdim ki, deyirlər ki, bizim dində gülümsəmək belə bir savabdır. Yəni düşünürəm ki, yəni onun da həqiqətən mənası var. Məsələn, biz artıq xoş duyğularla başqa insanın yanına gələndə biz onu sanki ona da təsir edirik. Məsələn, biz başqa insana yaxşı davrananda onun keyfi pis idisə, keyf yaxşılaşmağa başlayır. Yəni, o cəhətdən vacibdir ki, başqa insanlara qarşı daha xoş niyyətli olaq. Əgər başqa suallarınız olsa yazarsınız. Sağ olun.